Qonşu şərtlərdə lap çoxdan yayılıbdı. Bizdə ya bu 15 gündür, 20 gündür. Boynuna iğnə vurubdu 2 dənə hərəki. Nə bilim, yəni bir babat hələ ki yeyirən tası ki tam ötürə bilmirəm malı. İndi 70-80 baş maldan bu saat sığıra 17-18 dənə mal gedir. Hələ o gedənlərin 3-4'ü yəni tabaqdan qayıdanlardır. Bizimkiler hələ ki qayıtmıyıbdı. Çox adam da məsəl ki həyətdədir. 20 gündən çoxdan ama həyətdə saxlayır. Tək Qaysarı kəndində yox, Qax rayonunun çox kəndlərində bu qaydada yəni malda dabaq xəstəliyi yayılıbdır. Mal ağzını açıb, dilini çıxarıb durur, yem də yemir, su da içmir, kəndə də zulümla içir. Yəni çox bərbad gündədir. Vaksinası iğnəni də vurubdular. İğnəni vurmağında yəni effekti yoxdur. Kəndli yaranıbdır, qoyun mal saxlamaqdan ötəri. Mal qarada bu qaydada qırılanda yəni bizim saxlamamızın nə effekti var? Xahiş edirəm aidiyyəti orqanlardan, qurumlardan, yəni bununla bağlı ciddi tədbir görsünlər.